Hər vaxtınız xeyir əziz izləyicilər. Yenə o gözlənilən gün gəldi. Oturaq biraz planetlərin bu həftə bizə hansı oyunları hazırladığından danışaq. Amma bu dəfə o quru, rəsmi proqnozları tamamilə unuduruq. Sanki bir fincan isti qəhvə və çay götürüb dərdimizdən, sevgimizdən, cibimizdən danışırmışıq kimi səmimi, real və dost canlı olacağıq. 15-21 iyun həftəsi elə bir enerji ilə gəlir ki, bəzilərimizin həyatı kökündən dəyişəcək. Bəzilərimiz isə yaxşı ki bu məsləhəti eşitdim deyəcək. Videoya keçmədən öncə, əgər hələ də bu isti mühitə qoşulmamısınızsa, abunə ol düyməsinə sıxın ki, bu həftə buralarda görüşüb dərdləşə bilək. Videonu bəyənməyi unutmayın. Çünki sizin hər bəyəniniz mənim üçün bura qoyduğum ürəyin, enerjinin qarşılığıdır. Hazırsınızsa fincanlarınızı əlinizə alın və ilk bürcümüzdən başlayırıq. Qoç. Bu həftə qoçlar çox çılğın və enerjilidir. İçinizdə elə bir güc var ki, sanki dünyanı yerindən oynada bilərsiniz. Amma gəlin bu enerjini dalaşmağa yox, işə yönəldək. Münasibətlərdə biraz mən deyən olmalıdır, inadınız tutub. Bu həftə o inadı bir kənara qoyun. Partnyorunuz və ya ailə üzvləriniz bəzən sadəcə onlara pənah gətirməyinizi, haqlısan deməyinizi gözləyir. Subay qoçları isə tamamilə fərqli, bəlkə də heç ağıllarına gəlməyən bir mühitdə elə bir baxışla qarşılaşacaqlar ki, ürəkləri yerindən oynayacaq. İşdə ağlına elə bir parlaq ideya gələcək ki, hamı sənə heyran qalacaq. Amma pul məsələsində ehtiyatlı ol. Bu həftə ürəyin sıxılanda qaçıb mağazalardan stres çıxarmağa çalışırsan. Amma sonra o gələn qəbzlər ürəyini daha çox sıxacaq. Beynində o qədər fikir fırlanır ki, baş ağrıların qaçılmazdır. Bu həftə qəhvəni azaldıb, təmiz havada gəzintini artırın. Həftənin qoç bürclərinə olan məsləhəti. Haqlı olmaq yox, huzurlu olmaq önəmlidir. Hər mübahisəyə girməyin. Qoy bu həftə onlar elə bilsinlər ki, qalibdilər. Buğa. Buğalar, bu həftə sizin üçün tam bir həyat təmizliyi həftəsidir. Həm evdə, həm ruhunuzda. Ailə daxilində uzun zamandır üstü örtülən, kimsənin toxunmaq istəmədiyi o incikliklər açılacaq. Amma qorxmayın, bu dava-dalaş yox, əksinə ürək təmizliyidir. Münasibəti olan buğalar isə nəhayət ki, sevdiyi insandan o gözlədiyi isti, mən sənin yanındayam mesajını alacaq. İş yerində əgər haqsızlığa uğradığınızı düşünürsünüzsə, susmayın. Bu həftə səsinizi çıxarmaq və haqqınızı tələb etmək üçün əla zamandır. Çünki ulduzlar sizin tərəfinizdədir. Pul məsələlərində keçmişdən qalan kiçik bir borc və ya unudulmuş bir ödəniş birdən-birə gündəmə gələ bilər. Büdcəni planlı saxlayın. Bu həftə boğaz və boyun nahiyəniz biraz həssasdır. Kondisioner qarşısında çox oturmayın. Buzlu su içərkən də ehtiyatlı olun. Həftənin buğa bürclərinə olan məsləhəti. Dəyişiklikdən qorxmayın. Köhnə sökülməsə, yerinə yenisi və daha gözəli tikilməz. Əkizlər. Əkizlər, axı sizin mövsümünüzdür. Ulduzlar düz başınızın üstündə parıldayır. Enerjiniz ətrafa nur saçır. Bu həftə dilinizdən bal damlayır. Sözlərinizlə ilanı yuvasından çıxarırsınız. Ailədəki incikliyin, sevgilinizlə olan o soyuq günlərin buzlarını bircə şirin pıçıltı ilə əridəcəksiniz. Subay əkizlər üçün isə sehirli tanışlıqlar qapıdadır. Gözünüzü dörd açın. Beynində eyni anda 10 dənə plan fırlanır. Amma diqqətli ol. Enerjini dağıtma. Bir işi bitirmədən o birinə qaçma. Maddi cəhətdən şanslı həftədir. Gözlənilməz bir yerdən kiçik bir hədiyyə və ya pul gələ bilər. Cibiniz canlanacaq. Zehni yorğunluq və yuxusuzluq bu həftə səni biraz incidə bilər.
Yatmazdan 1 saat əvvəl o telefonu kənara qoymağı unutma. Çox xeyir olacaq. Həftənin əkizlər bürcünə olan məsləhəti: hər gələn təklifə hə demə. Sənin də vaxtın, enerjin məhduddur. Biraz da özünə pay saxla. Xərçəng. Emosional, gözü götürməz, həssas xərçənglər. Həftənin ilk günlərində sanki bütün dünya sənin üzərinə gəlirmiş kimi hiss edə bilərsən. Amma dayan, dərindən nəfəs al. Ruhun o qədər yorulub ki, sevdiyin insanın adi bir zarafatı belə sənə ağır gəlir, xətrinə dəyir. Unutma, problem qarşı tərəfdə deyil, sənin içindəki o dolmuş emosiyalardır. Ailənlə vaxt keçirmək, keçmiş gözəl xatirələrdən danışmaq bu həftə sənə dərman kimi gələcək. İşdə biraz sakit yuşaya çəkilib, sadəcə hadisələri izləmək istəyirsən. Və bu tamamilə normaldır. Maddi olaraq böyük risklərə girmə. Kiməsə borc vermək və ya böyük xərclər etmək üçün heç səmərəli həftə deyil. Stres birbaşa mədənə vurur. Əsəbi olanda yemək yeməyə qaçma. Qidalanmana və dincliyinə fikir ver. Həftənin xərçəng bürclərinə olan məsləhəti: göz yaşlarını gizlətmə. Ağlamaq zəiflik deyil, ruhun təmizlənməsidir. Və ağlayıb qurtardıqdan sonra o gözəl üzünü yu və dik dayan. Əziz izləyicilər, ilk 4 bürcümüzü tamamladıq. Və indi isə sizə ürəkdən bir söz soruşmaq istəyirəm. Sizcə, həyatımızda bəzən hər şeyi mükəmməl etməyə çalışarkən özümüzü unutmuruq ki, xüsusilə xərçənglər və buğalar, bu emosional yorğunluq sizə tanış gəlir? Şərhlərdə yazın. Bütün şərhlərinizi oxuyacağam. Əgər bura qədər dinləmisinizsə, hələ də kanala abunə deyilsinizsə, lütfən o abunə ol düyməsinə bir toxunuş edin. Bu səmimi ailəni böyütmək üçün sizin dəstəyiniz mənə çox lazımdır. Videonu bəyəndinizsə, o baş barmaq düyməsini də sıxın ki, enerjimiz bol olsun. İndi isə keçirik növbəti bürclərə. Görək şirləri nə gözləyir? Şir. Şirlər, səhnə yenə sizindir. Amma bu həftə o parıltının arxasında biraz da məsuliyyət gizlənib. Şəxsi həyatında tam bir canlanma var. Subay şirlər üçün baxışlarla adamı ovlamaq həftəsidir. Cazibəniz pik nöqtədədir. Amma münasibəti olanlar diqqətli olsun. Keçmişdən gələn qəfil bir mesaj və ya gizli qısqanclıqlar mövcud nizamınızı bir anda qarışdıra bilər. İşdə rəhbərliyin və ya müştərilərin diqqətini çəkməyi bacaracaqsan. Sözün keçərli olacaq. Amma maliyyə mövzusunda lüks həvəsiniz baş qaldırır. Marka sevdasına düşüb cibinizi tamamilə sıfırlamayın. Ağıllı xərcləyin. Fiziki olaraq özünü çox yükləmə. Ağır idman hərəkətlərindən qaç. Ürək damar sistemini qoru və çox gərilmə. Həftənin şirlərə olan məsləhəti: parıldamaq gözəldir, amma bəzən kölgədə dayanıb ətrafı izləmək sənə daha böyük sirlər qazandırar. Qız. Qızlar, nizamlı, intizamlılar. Biraz çiyinlərinizi aşağı salın, dincəlin. Münasibətlərdə qarşı tərəfi sorğu-sual etməkdən, onun səhvlərini bir-bir üzünə vurmaqdan vaz keç. Bu həftə sevdiyin insana sadəcə şəfqət göstər, qucaqla. Ailədə isə uşaqlar və ya kiçik qardaş bacı ilə bağlı mövzular gündəmə gələ bilər. Sənin məsləhətinə ehtiyacları var. İşdə elə bilirsən ki, sən olmasan hər şey dayanar, hamı məhv olar. Yox, inan, dayanmaz. İşlərin bir qismini həmkarlarına həvalə et və biraz kənardan izlə. Maliyyə baxımından olduqca sabit, rahat həftədir. Sənin o qənaətçiliyin gələcəyin üçün gözəl bir zəmin hazırlayır. Çox düşünmək səni daxildən yeyir. Bu da birbaşa sinir sisteminə və yuxuna təsir edir. Yatmazdan əvvəl bitki çaylarına şans ver. Həftənin qız bürclərinə olan məsləhəti:
Dünya sənin çiyinlərində fırlanmır. Qoy biraz da işlər öz-özünə həll olsun. Sən sadəcə izlə. Tərəzi. Tərəzilər. Bu həftə münasibətlərdə haqsızlığa dözə bilmədiyiniz bir dövrdür. Əgər qarşı tərəf sizin etdiyiniz fədakarlıqları görmürsə, bu həftə araya ciddi bir məsafə qoya bilərsiniz və tamamilə haqlısınız. Ailədə isə sizdən kömək və ya məsləhət istəyən yaxın biriniz olacaq. Ona canla başla dəstək olacaqsınız. Ortaq işlər, tərəfdaşlıqları üçün gərgin, amma çox məhsuldar həftədir. Yeni sövdələşmələr ola bilər. Pul mövzusunda isə gözlənilməz bir xərc büdcənizi biraz sarsıda bilər. Ehtiyatlı olun. Böyrəklər və bel nahiyəniz bu həftə biraz həssasdır. Ağır yüklər qaldırmayın və gün ərzində bol su için. Həftənin tərəzi bürclərinə olan məsləhəti: hamını razı salmağa çalışmaqdan əl çəkin. Bu dünyada ilk növbədə özünüzü xoşbəxt etməyə borclusunuz. Əqrəb. Sirli, daxili gücü ilə hamını heyran qoyan əqrəblər. Bu həftə maskaları düşürməyə hazırsınız. İntuisiyanız elə bir zirvədədir ki, kiminsə sizdən gizlətdiyi bir yalan, sir və ya kiçik oyun varsa, bircə baxışınızla aşkar edəcəksiniz. Sevgidə isə tam ya hamı, ya heç nə prinsipindəsiz. Qısqanclıq dozası biraz yüksək ola bilər. Hisslərinizi boğmayın, amma qarşı tərəfi də sıxmayın. Karyerada gizli rəqibləriniz fəallaşa bilər, amma sizin o strateji zəkanız onların planlarını elə daxildən alt-üst edəcək. Maliyyə baxımından isə riskli addımlardan, riskli investisiyalardan bu həftəlik mütləq uzaq durun. Daxili gərginlik və stres bədəninizdə olan qəfil ağrılar yarada bilər. İsti bir duş və ya masaj sizə çox yaxşı təsir edəcək. Həftənin əqrəb bürclərinə olan məsləhəti: öyrəndiyiniz hər həqiqəti dərhal müharibəyə çevirməyin. Bəzən sadəcə bilmək və ona uyğun sakit addım atmaq ən böyük qələbədir. Oxatan. Oxatanlar, ruhunuz yenə səyahət, yenilik, qaçıb uzaqlaşmaq istəyir, amma ulduzlar sizi biraz reallığa çağırır. Münasibətlərdə partnyorunuza sərbəstlik vermək yaxşıdır, amma bu həftə o sizin diqqətinizi və yanınızda olduğunuzu hiss etmək istəyir. Onu quru mesajlarla yola verməyin. Görüşün, göz-gözə danışın. Ailədə isə uzaq qohumlarla bağlı çox xoş, üzünüzü güldürəcək bir xəbər ala bilərsiniz. Rəsmi sənədlər, dövlət işləri və ya hüquqi məsələləriniz varsa, bu həftə tam vaxtıdır. İşlər sizin lehinizdə həll olunacaq. Maddi olaraq isə gələcəyə yönəlik gözəl bir sərmayə planı ağlınıza bata bilər. Dəyərləndirin. Qaraciyər və bud nahiyəniz həssas ola bilər. Yağlı, ağır və çox ədviyyatlı yeməklərdən bu həftəlik uzaq durmağa çalışın. Həftənin oxatan bürclərinə olan məsləhəti: uzaqlara, xəyallara baxarkən ayağınızın altındakı gözəllikləri qaçırmayın. Möcüzə elə yanınızdadır. Oğlaq. Oğlaqlar, hər zaman ciddi, hər zaman məsuliyyətli olmaqdan yorulmadınız. Gəlin bu həftə o zirehinizi biraz çıxarın. Bu həftə divarlarınızı biraz yıxın. Sevdiyiniz insana içinizdəki o uşağı, zəif və incidilə bilən tərəfinizi göstərməkdən qorxmayın. Bu münasibətinizi daha da yaxınlaşdıracaq və aradakı bağları gücləndirəcək. Ailə daxilində isə böyüklərin xeyir duasını almaq sizə böyük ruh yüksəkliyi verəcək. İşdə rəhbərliklə baxışlarınız toqquşa bilər. İnad etməyin, diplomatik yolla izah edin. Pul məsələlərində isə zəhmətinizin bəhrəsini görməyə başlayırsınız. Gözlədiyiniz o böyük ödəniş gec də olsa gəlib çatacaq. Sümüklər, dişlər və oynaq ağrıları bu həftə özünü xatırlada bilər. Kalsium qəbuluna və düzgün duruşa diqqət edin. Həftənin oğlaqlara olan məsləhəti:
Həyat sadəcə işdən və hədəflərə çatmaqdan ibarət deyil. Biraz da sadəcə yaşamağı, nəfəs almağı xatırlayın. Dolça. Dolçalar, fərqli düşüncələriniz və vizyonunuzla bu həftə ətrafınızı heyrətləndirəcəksiniz. Şəxsi həyatınızda azadlıq istəyiniz pik həddə çatır. Partnyorunuz sizi çox boğursa, bu həftə ciddi bir partlayış yaşana bilər. Odur ki, sakit danışmağa çalışın. Subay dolçaları isə sosial şəbəkələrdə və ya dost məclisində intellektual cəhətdən onlara tam uyğun olan biri ilə maraqlı bir ünsiyyətə başlaya bilərlər. Texnologiya, rəqəmsal dünya və ya yaradıcı işlərlə məşğul olursunuzsa, bu həftə sizin həftənizdir. Yeni fikirləriniz çox bəyəniləcək. Maliyyə baxımından isə qeyri-adi, gözlənilməz xərclər çıxa bilər. Büdcənizdə ehtiyatlı olun. Qan dövranı və ayaq biləklərinizə diqqət edin. Çox uzun müddət hərəkətsiz oturaq vəziyyətdə qalmayın. Kiçik idman hərəkətləri edin. Həftənin dolçalara olan məsləhəti. Hamıdan fərqli olmaq gözəldir, amma bəzən sadə və anlaşılan olmaq da insanları sizə yaxınlaşdırar. Balıqlar, xəyalpərəst, gözəl qəlbli balıqlar. Bu həftə ilham pəriləriniz tam tərkibdə qonağınızdır. Daxili dünyanız coşub daşır. Hissləriniz o qədər dərindir ki, sevdiyiniz insanın nə düşündüyünü uzaqdan belə hiss edirsiniz. Amma diqqətli olun, qarşı tərəfi gözünüzdə çox böyüdüb, sonra xəyal qırıqlığına uğramayın. Onu qüsurları ilə qəbul edin. Ailədə isə hüzur, sakitlik və harmoniya hakim olacaq. Yaradıcılıq tələb edən işlərdə, yazıda, dizaynda şah əsərlər yarada bilərsiniz. İncəsənət işləri uğur gətirəcək. Maddi cəhətdən isə xeyriyyəçilik etmək, kiməsə əl tutmaq istəyə bilərsiniz. Amma özünüzü də darda qoymayacaq şəkildə balans yaradın. Allergik reaksiyalar və bədəndə şişkinlik, ödəm ola bilər. Duzlu qidalardan uzaq durun və bitki çayları için. Həftənin balıqlara olan məsləhəti. Xəyal dünyanız gözəldir, amma ayaqlarınızı torpağa möhkəm basın. Reallıq o qədər də qorxulu deyil, onunla üzləşin. Bəli, əziz izləyicilər, 15-21 iyun həftəsində göy üzünün pıçıldadıqları bunlardır. İndi isə sıra sizdədir. Bəs sizin bürcünüz hansıdır? Və bu həftəki məsləhət həyatınızın tam hansı nöqtəsinə toxundu? Şərhlərdə mütləq yazın. Hamısını tək-tək oxuyub səmimi söhbətimizə orada davam edəcəyik. Videonu bəyənməyi, yaxınlarınızla bölüşməyi unutmayın ki, bu gözəl ailəmiz daha da böyüsün. Gələn həftə eşidilənədək özünüzə çox yaxşı baxın, ruhunuzu incitməyin, ulduzunuz daim parlasın.